İlham Əliyevin Danimarkanın paytaxtı Kopenhagenə işgüzar səfəri Cənab Prezidentin Avropa Siyasi Birliyinin 7-ci zirvə toplantısında iştirakı. Qeyd etmək istərdim ki, bu zirvə toplantısında Avropanın 45-dən artıq hökumət və dövlət başçıları iştirak edirdilər. İstərdim bu zirvə toplantının strateji əhəmiyyətindən danışaq. Buyurun. Bəli, haqlısınız. Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev Kopenhagendə Avropa Siyasi Birliyinin 7-ci zirvə görüşündə iştirak edir və çox saylı da görüşlər keçirib. Nə söyləmək olar bu zirvə görüşü ilə bağlı? Adından da göründüyü kimi 7-cidir. 2022-ci ildə Fransa prezidenti Emmanuel Macron təşəbbüsü ilə, onun təklifi ilə yaradılmış bir qurumdur və Praqada 2022-ci ildə oktyabr ayının 6-sında ilk belə bir toplantı keçirildi. İldə 2 dəfə toplantısı keçirilir. Yeri gəlmişkən onu da qeyd edeyim. Sonra 2023-cü ildə bilirsiniz ki, Moldovada keçirildi, İspaniyada keçirildi ildə 2 dəfə. 2024-cü ildə belə tədbirlər Böyük Britaniyada və Macaristanda keçirildi. 2025-ci ildə bu illəri Tiranada, Albaniyada keçirilib, indi də Kopenhagen'da, Danimarkada keçirilir və gələn illəri 2026-cı ildə isə növbəti sammiti məhz Ermənistan paytaxtında keçiriləcəyi haqqında fikirlər var və yeri gəlmişkən erməni mətbuatının və eyni zamanda bizim mətbuatının və Türkiyə mətbuatının yazdığı, verdiyi məlumata görə istisna deyildir ki, Azərbaycan prezidenti Cənab İlham Əliyev və qardaş Türkiyə Dövlətinin prezidenti Cənab Rəcəb Tayyib Ərdoğan da İrəvanda keçiriləcək bu sammitə qatılsın. Hər şey, necə deyərlər, siyasi proseslərin sonraki gedişatından və sülh istiqamətində atılan addımlardan asılı olaraq bu baş verə bilər. Və eyni zamanda mətbuatın yazdığına görə 2028-ci ildə Azərbaycan paytaxtı da Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi etməsi gözlənilir. Bu sammitlər çərçivəsində, yəni Avropa Siyasi Birliyinin sammitləri çərçivəsində ilk növbədə Avropanın təhlükəsizliyi, onun sabit iqtisadiyyatı ilə bağlı məsələlər, demoqrafiya məsələləri, sonra kiber hücumlarla bağlı məsələlər, yəni o məsələlər müzakirə predmet edilir ki, onlar Avropa qitəsi və onun ətrafında sülhün, təhlükəsizliyin təminatı məqsədinə xidmət göstərsin. Və bu tədbirdə də dediyiniz kimi həm Avropa İttifaqının üzvü olan 27 dövlətin rəhbərləri iştirak edir. Eyni zamanda üzvü olmayan dövlətlər və bunların sırasında Azərbaycan da, Ermənistan da, Gürcüstan da və digər ölkələrdə iştirak edirlər.